Hər kəsə salam, dəyərli şagirdlər, abituriyentlər. Bu videomda mən sizə Güvən nəşrlərinin 5-8-ci siniflər üçün olan kitabından sınaq 3 və sınaq 4-ü izah edəcəm. Sınaq 3-ün izahına keçək. Deməli, birinci sualımız, bu sualları yaxınlaşdıraq ilk öncə daha aydın görmək üçün. Aşağıdakı ədədlərdən hansı nə 2-yə bölünür, nə də 3-ə bölünür? Yəni, heç birindən bölünmür. Diqqət etsək, A variantı, C variantı və Y variantının son rəqəmləri cütdür. Deməli, bunlar 2-yə bölünər. Bunları çıxırıq. Qalır B və D. Biz indi 3-ə bölünməyən tapmalıyıq. B və D də 2-yə bölünməyəcək. Çünki sonu təkdir. İndi 3-ə də bölünməməlidir. B-də 3-ə bölünmə əlaməti nə idi? Rəqəmlərin cəmini 3-ə bölünürsə 3-ə bölünür. Deməli 8 üstəgəl 7 üstəgəl 5 üstəgəl 6. Bu rəqəmləri cəmləsək 26 eləyəcək. 26 da 3-ə bölünmür. Elə onu B variantı olacaq. Cavab B variantı. D variantında isə rəqəmlərin cəmi 3-ə bölünəcək. 18 eləyəcək. Bu da 3-ə bölünəcək. Deməli, nə 2-yə bölünmür, nə 3-ə bölünməyən ədəd B variantıdır. 8765. İkinci sualda bizə çoxluq verib B minus A fərqini istəyir. B çoxluğu, yox, A çoxluğu, B çoxluğu, bura A, C, J, D'dir. Bunların ortağı kəsişməsi HG, F, K, B, I, Y. Deyir ki, N B minus A'nın tapın. Yəni, B minus A bu hissədir. Baxın, bu hissə. Yəni, bunun elementləri 1, 2, 3, 4, 5 dənə. 5 dənə elementi var. Cavab B variantı. Sonra üçüncü sualımıza keçsək. K bölünsün 12 kəsirini sonlu onluq kəsir olarsa, K aşağıdakilərdən hansı ola bilməz? Gəlin 12-nin vuruqlarına ayıraq. 12, 3 vurulsun 4 deməkdir. Sonlu onluq kəsir olması üçün məxrəc 2 üstü n, 5 üstü n ya da 10 üstü n olmalıdır. Yəni məxrəc ya 2-nin vuruqları olmalıdır, ya ancaq 5-in, ya ancaq 10-un. Burada biz K-nın yerinə hansı ədədi qoysaq 3 ixtisar gedər. Yəni K-nın yerinə elə bir ədəd qoymalıyıq ki, həmin ədədin yalnız bir dənə 3 vuruğu olsun. Qalan 5, 6 vuruqları ola bilər. Amma 3 vuruğu bir dənə olsun. Misal 12-də 12-ni qoysaq, bu ixtisar gedəcək, onsuz da olur, bu heç. Sonra K-nın yerinə 9 qoysaq, 9 nə deməkdir? 9, 3 vur, 3 olacaq. Bu göstərilə biləcək də. 3-lər burada baxın. K-nın yerinə 3 vur, 3 qoyuram. 3, 4. Bunlar getsə 3 böl 4 bu olar. Yəni sonluq, onluq kəsir kimi göstərmək olar. Sonra K-nın yerinə 6 qoyaq. 6 böl 12, ixtisar gedəcək 2-də 1. Görürsünüz, məxrəc ancaq 2 oldu. Bu da olar. Sonra K-nın yerinə 3 qoyaq. 3 böl 12. İxtisar gedəcək, qalacaq 1 böl 4. Görürsünüz, 4 yalnız 2-nin vuruqdur. Bu da olacaq. Bir dənə Y variantında olmayacaq. 1 böl 12. Çünki 1 bölünsün 12-nin içindən 3 vuruğu var. Yəni məxrəc ancaq 3 vuruğundan, ya 2 vuruğundan, ya 5 vuruğundan ibarət deyil. Burada cavab Y variantı olacaq 3-cüdə. Sonra 4-cü sualda bizə deyir ki, kök altında. Bunların dərəcəsi eyni olduğuna görə bir kökün altına yaza bilərəm. Kök altında 53, çıxılsın 7. Vur kök altında 53, birinci üstə gəldi, sonra çıxılsın 7. Bərabərdir. Bir kökün altında müxtəsər vurma düsturunu tətbiq edə bilərik də. 53 kök ətləri üçün kvadratı ilə 53 eləyir. 7-ni də 7-yə vursaq 49. 53 çıxılsın 49, kök altında 4, bundan da kök 2 çıxacaq. Cavab D variantı. 5-ci sualda A ədədinin 2 vuruğu var. 2 sadə vuruğu var. B ədədinin 3 sadə vuruğu var. A vur B kvadratı hasilinin neçə sadə vuruğu var? Tutaq ki, mən A ədədinə 1, 2 və 3 vuruğu verirəm. Deyir 2 vuruğu var da, 2 sadə vuruğu var. B ədədinə də bir dənə nə verirəm? 5, 7 və 11 vuruğu, sadə vuruğu seçirəm. Deyir B-nin də 3 dənə sadə vuruğu var. A vurulsun B-nin kvadratı. Yəni A-mız nədir? 2 vur 3. B-miz nədir? 5 vur 7 vur 11-in kvadratı. Bu kvadrat bunların hər birinə aiddir. 2 vurulsun 3. 5-in kvadratı, vur 7-nin kvadratı, vur 11-in kvadratı. Bizdən nə deyir? Biz ədədimizi tapdıq. A vur B kvadratı ədədini tapdıq. Neçə sadə vuruğu var? Neçə sadə vuruğu deyirsə, bu qüvvətləri toplamalıyıq biz. Deməli, sadə vuruq sayı. 2-nin üstü 1, üstə gəl. 3-ün üstü 1, üstə gəl. 2 plus 2 plus 2. Bərabərdir. Bu da eləyəcək 6 və 8. 8-dən sadə vuruğu var. Cavab Y variantı. Sonra 6-cı sual. Deyir ki, 63 ədədi 140 ədədinin hansı hissəsini təşkil edir? Bu deməkdir ki, 63-ü bölürəm 140-a. Bu da ixtisar getsə 7-yə. Burada 7-yə ixtisar getsə 9 qalar, burada 20 qalar. 9-u da bölürəm 20-yə. 9-da 0 tam, 90-da 20 4 dəfə, 100-də də 20 5 dəfə. 0 tam 100-də 45 A variantı.
Keçək 8-ci sual, daha doğrusu 7-ci suala. 3 kök altında 5 bölünsün kök altında 2. Kök altında 2 məxrəcini irrasionaldan azad edin. Deməli, məxrəci irrasionaldan azad etmək üçün surət və məxrəci məxrəcin qoşmasına vurmalıyıq. Kök altda 2 vur kök altda 2. Surətdə də kök altda 5, 3 kök altda 5 vurulsun kök altında 2. Bərabərdir. Surət eləyəcək 3 kök altında 10. Çünki kök altda 5'i kök altda 2'ye vuraq 10 eləyəcək. Məxrəci də 2 eləyəcək. 3'ü də 2'ye bölsə eləyəcək 1 tam onda 5 vur kök altında 10. Cavab D variantı. Sonra 8-ci sual. Deyir hasili 432 olan 2 ədədin, yəni 2 ədəd A və B hasili götürən bərabərdir 432. Ortaq olmayan sadə vurğuların hasili 12'dir. Yəni C bərabərdir 12 olacaq. Sonra bizə deyir ki, əbobunu tapın. Bizim bir düsturumuz var idi. Əbob AB bərabərdir. Kök altında A vurulsun B bölünsün C. İndi gətirib yerinə qoyub hesablayaq. Kök altında AB hasilimiz nədir? 432. C'miz nədir? 12. 432'ni 12'ye bölsək 36 eləyəcək. Kök altından da 6, 36'dan kök 6 çıxacaq. 6 cavab A variantı. Sonra 9-cu sualda deyir ki, çoxluğu verib A minus B'ni tapın. A çoxluğun elementlərini yazaq. 1, 2, 3, 5, 6, 7. Və B çoxluğun elementləri yazaq. 0, 2, 4, 6, 8. Bizə deyir ki, N A minus B'ni tapın. A minus B'miz o deməkdir ki, hər ikisində eyni olanları işarə eləyirəm. Hər ikisində eyni olanlar 2 var. Başqa nə var? 6 var. Başqa yoxdur. İndi baxın, A'da eyni olanları çıxıram. Yəni A çoxluğundan hər ikisində eyni olanları çıxıram. Yerdə nə qalır? 1, 3, 5, 7. Yəni 4 dənə element qalır. Cavab B variantı. 9, 10-cu suala keçək. Aşağıdakı kəsrlərdən hansı ən böyükdür? Baxın, bir dənə A variantı ilə B variantına baxsaq, B böyükdür də. Çünki surətləri eyni olan kəsirlərdir. Məxrəci kiçik olan böyükdür. Deməli, B ən böyükdür. Tutaq ki, 31'də 3 böyükdür. Sonra keçək. C ilə D-ni müqayisə edək. C ilə D-ni müqayisə etsək, burada D böyükdür. Çünki məxrəci kiçik olan 27'də 5 böyükdür. Və 27'də də 7. İndi D ilə Y-ni müqayisə etsək, D ilə Y-ni. Burada olacaq surəti böyük olan, yəni Y böyük olacaq. Biz indi 31'də 3 və 27'də 7'ni müqayisə etməliyik. Bunun ötürü bunların surətini bərabərləşdirək. Surəti bərabərləşdirmək üçün əkob 3 və 7 əkob tapırıq. Bu da 21 eləyəcək. Çünki bunlar qarşılıqlı sadə ədədlərdir. Deməli, birincinin surətini 21'e gətirmək üçün 7'yə vuram. 3 vur 7, məxrəcdə də 31 vur 7. Və ikincinin surətini 21'e gətirmək üçün 3'ə vurmalıyam. 7 vur 3, 27 vur 3. Bərabərdir. Bunun məxrəc eləyəcək 217, surət 21. Və məxrəcdə eləyəcək 81, surətdə 21. İndi məxrəcləri, daha doğrusu surətləri eyni olan kəsirlərdən hansı böyükdür? Məxrəci kiçik olan böyükdür. Yəni 81'də 21. Yəni 81'də 21 nə deməkdir? 27'də 7. Cavab Y variantı. Sonra 11-ci sualda bizə deyir ki, A kiçikdir 0'dan. Kök altında 4A kvadratı. Bu modulda çıxacaq. Modulda 2A çıxacaq. Modulda şərtləri var idi. Modulda x böyükdür 0'dırsa müsbət x çıxır. X kiçikdir 0'dırsa mənfi x çıxır. X bərabər 0'dırsa 0 olacaq. Deməli, bizə şərti A kiçikdir 0 verib. Onda mənfi çıxacaq. Mənfi 2A olacaq. Cavab B variantı. 12-ci sual. 2A bərabərdir 3B. Olarsa, bu deməkdir ki, A bərabərdir 3K'dır. B də bərabərdir 2K deməkdir. Baxın, bu buna bərabərdir. Bu da buna bərabərdir. İndi bizə deyir ki, əkob AB vur əbob AB 150'dir. Biz bilirik ki, 2 ədədin əbobu ilə əkobun hasili onların hasilidir. Yəni A vur B 150'yə bərabərdir. Gətirib A'nın yerinə 3K qoyuram, B'nin yerinə 2K bərabərdir 150. 6K kvadratı bərabərdir 150. K kvadratı bərabərdir 25. K da bərabərdir 5. K'nı tapdıq 5. Bizdən nə istəyir? A'nı. A bərabər nəyə? 3K. Yəni 3 vurulsun 5 bərabərdir 15. Cavab C variantı. 13-cü sualda aşağıdakı çoxluqlardan hansı A çoxluğunun alt çoxluğudur? Alt çoxluq odur ki, yəni A'nın içində hansı variantda A'nın elementlərindən element var? Deməli, A, B, C, Y. Deməli, A variantında A, G var. Xeyr. Çünki burada A var, amma G yoxdur. Deməli, A variantı getdi. B variantına keçək. F, H, G. B variantı ümumiyyətlə deyil.
C variantında B, I var. B var, amma I yoxdur burada. Olmadı. D variantında C, B, Y var. Bəli. Baxın, C də var, B də var, Y də var. Deməli, cavab D variantı olacaq. İndi keçək 14-cü suala. 14. D məxrəci 28 olan düzgün kəsirlərin neçəsi ixtisar olunandır? Tutaq ki, surət A-dır, məxrəci də 28. Biz ilk öncə ixtisar olunmayanları tapaq. 28-i vuruqlarına ayırsaq 2 üstü 2 vurulsun 7. Bu ədəd var idi ha, daha doğrusu bir düstur var idi. Ədəd ondan kiçik olub, onunla qarşılıqlı sayılı ədəd sayının tapılması. Ədədin özünü yazırdıq. Elə 28-i 4 vuru 7 kimi yazıram. 1 minus 2-də 1 qüvvət əsas və 1 minus 7-də 1 bərabərdir. 28 vurulsun 2-də 1 vurulsun 7-də 6. Bu eləyəcək ki, belə deyək də 28 vurulsun 14-də 6. Bununla bir ixtisar gedir, 2 qalır. 2-ni də 6-yı vursaq 12. Deməli, məxrəci 28 olan və 28-dən kiçik, onunla qarşılıqlı sadə olan, yəni ixtisar olunmayan 12 dənə kəsir var. Ondan ötürü ixtisar olunanları tapmaq üçün isə bizdən ixtisar olun. 28-dən 12-ni çıxıram və ondan da həmin ədəddən də 1-i çıxıram. O da olacaq 15 dənəsi ixtisar olunandır. Cavab C variantı. Bu 1-i niyə çıxdın? Bizdə düzgün kəsir istəyir. 28-də 28 düzgün olmayan kəsirdir. Ona görə bu 1 həmin 1-dir. Cavab C variantı. Kök altında 14 vurulsun 21 vurulsun 6. Çıxılsın kök altında 63 vurulsun kök altında 7. Bərabərdir. Mən bunu heç vurub kök almıram. Bax, vuruqlarını ayırıram. 14'ü yazıram 2 vurulsun 7. 21'i yazıram 3 vurulsun 7. Altını da yazıram 2 vurulsun 3. Çıx kök altında 63'ü. Bunları bir kök altına sala bilərəm. Çünki qüvvətlər eynidir. 63'ü yazıram 9 vur 7. Vur bu 7. Bərabərdir. İndi baxın. Birinci kökün altında 2'dən 2 dənədir. Deməli 2 vur 2 4-də ondan kök 2 çıxacaq. Və 7-dən də 2 dənədir. Baxın, bundan da kök 7 çıxacaq. 3-dən də 2 dənədir. Bundan da kök 3 çıxacaq. Çıx. İkinci kökün altında 9'dan kök 3 çıxır. 7'dən kök, daha doğrusu 7 vur 7'dən kök 7. Bərabərdir. Burada 3 vur 7'ni möhtərisə xaricinə çıxartsam, qalacaq 2 minus 1. Yəni bu 21 eli. 21'i də 1'ə vursaq 21. Cavab 21 C variantı. Keçək 16-cı suala. Deməli, əbob 72, 48 bərabərdir. Bunu heç vuruqlarına ayırmadan da eləmək olar. Ən böyüyü nə olar? İkisi də hər ikisinin bölən nə olar? 24. 24 vurulsun əbob. 72 24'ə bölsək 3, 48 24'ə bölsək 2. Baxın, bunlar necə ədədlərdir? Qarşılıqlı sadə. Bunların qarşılıqlı sadələrin əbobu 1'dir. Deməli, olacaq ki, 24 vurulsun 1. Elə cavab olacaq 24. Cavab 24. 17-ci sualda. 8'də 5 hissəsi 20 olan ədədi. Hissəsinə görə ədədi tapmaq üçün ədədi hissə göstərən ədədə bölmək lazımdır. 20 bölünsün 8'də 5 bərabərdir. 20 vurulsun ədədlərin bölməsinə əsasən birinci olduğu kimi qalır, ikinci tərsinə çevrilir, vurulur. 5'də 8. 5 ilə 20 ixtisar gedir 4. 4'ü də 8'ə vursaq 32. Cavab 32. Sonra 18-ci sualda. Kök altında x minus 1 bərabər 2 tənliyin həll edin. Bunu kökdən azad etmək üçün hər tərəfi kvadrata yüksəldirəm. Bu zaman ki, x minus 1 bərabər 2'nin kvadratı 4. X də bərabərdir 5 olacaq. Cavab 5. 19-cu sualda n a-nı verib bizə 2, n b-ni verib bizə 4. Birləşmənin neçə fərqli qiymət alar? İlk öncə bu çoxluqlar ayrı-ayrı ola bilər. Birinci halda belə yazsaq. Bu A çoxluğudur, bu B çoxluğudur. Bunun 2, bunun 4 elementi var. Birləşmə. Onda birləşmə burada 6 element. Sonra bu birinci hal. İkinci hala baxsaq, biri o birinin alt çoxluğu ola bilər. Təbii ki, kiçik olan çoxluq, az element olan çoxluq, çox element olan çoxluğun alt çoxluğudur. Yəni bu A'dır, bu da B'dir. Burada 2 element varsa, burada 2 element olacaq. Çünki ümumi B'nin 4 elementi var. Bu ikinci hal. Birləşmə o zaman burada. A birləşir B bərabərdir. B'nin özü olacaq. Elə 4 element olacaq. En yazaq bura. Sonra üçüncü halda isə bunlar kəsişirlər. Kəsişəndə isə tutaq ki, A çoxluğu, B çoxluğu. Birini bura yazıram. Deməli, ümumi adı 2 element vardır. Onda biri bura düşür. B'də 4 element var, biri də bura düşür. Onda bunların birləşməsinin element sayı hamısını toplayıram. 1 üstə gəl 1, 2 üstə gəl 4, 6 elementi var yenə. Yox, burada üzr istəyirəm. Bura 3 element düşür. Bir dəqiqə. Burada çünki B çoxluğunda 2 element var da, daha doğrusu 4 element var da. Biri kəsişməyə düşürsə 3'ü bura düşəcək. Onda A birləşir B'nin
5 element olacaq. Bizdə nə deyir? Neçə fərqli hal ala bilər? Neçə fərqli? 3 dənə. 3 dənə. Başqasını ala bilməz. Sonra 20-ci sualda iki rəqəmli ədədlərdən neçəsinin onluq mərtəbəsinin vahidi təklik mərtəbəsinin vahidindən böyükdür? Onluq mərtəbəsinin vahidi təklik mərtəbəsinin vahidindən böyükdür. Tutaq ki, iki rəqəmli A, B ədədi deyirəm də. Təklik onluq. Yəni bu demək istəyir ki, A, B-dən böyük olmalıdır. Hansı iki rəqəmli ədədlərdə A, B-dən böyükdür? Ən kiçik iki rəqəmli ədədimiz 10-dur. Görürsünüz, 1 böyükdür 0-dan. Sonra yoxdur. Məsələn, 11-də bərabər olur, 12-də tərsinə olur. Məsələn, 12-də 1 kiçikdir 2-də. Yəni bu şərti ödəmir. Sonra keçək 20-yə. 20-də burada 20 ödəyəcək, 2 böyükdür 0-dan. Sonra 21 də ödəyəcək, 2 böyükdür 1-dən. 22 ödəməyəcək. Sonra keçək 30-a. 30-da yenə 3 böyükdür 0-dan. 31-də 3 böyükdür 1-dən. 32-də 3 böyükdür 2-dən. 33-də olmayacaq. Və belə gedəcək. Bax, ilk onluqda 1 dənə, sonraki onluqda 2 dənə, 3-cü onluqda 3 dənə, 4-cü onluqda 4, 5, 6, 7, 8, 9 olacaq. Və bunların rəqəmlərin, yəni bu rəqəmləri toplayanda 1 üstə gəl 2, yəni sayını istəyir axı bizdən. Hamısını toplasaq olacaq 45 dənə. 45. Yəni 45 dənə iki rəqəmli ədəddə təklik onluqların mərtəbə vahidi təklər mərtəbə vahidindən böyükdür. Cavab 45. 21-ci sualda x bölü 8 kəsir düzgün kəsir olarsa x-in ən böyük qiyməti nədir? Biz bilirik ki, düzgün kəsir olması üçün kəsirin surəti məxrəcindən kiçik olmalıdır. Məxrəcdən kiçik, təbii ki, natural ədədlərdən gedir söhbət. X daxildir, natural ədəd. Və burada da 8-dən kiçik ədədlər 1, 2, 3, 4 və s. 7. Bizdən də ən böyüyünü istəyir. Cavab 7 olacaq. 22-ci sualda cədvəldə A ədədinin sadə vuruqları və onların sayı verilmişdir. A ədədinin ən kiçik və A-yə qarşılıq salan ədəd sayını tapın. Deməli, A bərabərdir. Sadə vuruqları 2, 5 və 7-dir. Sayları 2-dən 1 dənədir, 5-dən 2 dənədir, 7-dən də 1 dənədir. Deməli, P bərabərdir. Bunu yazıram 2 vur. 5-i yazıram 5-in kvadratını 25 kimi. 7-dən elə 7. Vur 1 minus 2-də 1. 1 minus 5-də 1 düsturumuz var idi. 1 minus 7-də 1 bərabərdir. 2 vurulsun 25, vurulsun 7. Vur 2-də 1, vur 5-də 4, vurulsun 7-də 6. Bərabərdir. 7-lər ixtisar gedir, 5-lər 5 ilə 25 ixtisar gedir 5, 2-lər də ixtisar gedir. Qalır surətdə nə? 5 vur 4 vur 6. Bu da eləyəcək 120. Cavab 120. Sonra 23-cü sualda 23-cü sual 98-i 98-i belə yazala bilərəm. 98 kök altında 49 vur 2 kimi. Yəni 7 kök altında 2 üstə gəl 5 kök altında 2 vur. Sonra 7 kök altında 2 çıxılsın kök altında 50. Əslində heç birincinin olduğu kimi yazsalı da bilərdik. Nəysə, kök altında 28-i yazıram. 28 64 vur 2 deməkdir. Yəni 8 kök altında 2. 98 olur ki 7 kök altında 2. 18 3 kök altında 2 deməkdir. 8 2 kök altında 2 deməkdir. Kök altında 2 də olduğu kimi qalacaq. Bərabərdir. İndi bizdə surətdə. O deməkdir ki 7 kök altında 2 baxın belə olacaq əslində bura. 98 7 kök altında 2 98 kök altında 98-in kvadratı çıxılsın kök altında 50-nin kvadratı deməkdir. Məxrəci də hesablasaq eləyəcək 15, 18, 20, 21. 21 kök altında 2. İndi 90 surət edir 98 çıx 50. Məxrəc edir 21 kök altında 2. Bərabərdir. Surət 48, məxrəc 21 kök altında 2. Bizdən nə soruşur? Qiymətin tap deyil. Bunu da irrasionaldan azad etsək bərabər. Gəlin bunu ilk öncə 3-ə ixtisar getsək 16. Burada 7 eləyəcək. 16 bölü 7 kök altında 2. Bərabərdir. 16 vur kök altında 2. Məxrəcdə də 7 kök altında 2 vur kök altında 2. Bərabərdir. 16 kök altında 2 böl 14. Çünki bunu 2 eləyir. 7-ni də 2-yə vursaq 14. İxtisar getsə 2-yə. Burada 8, burada 7. 8 kök altında 2 bölünsün 7. Cavab belə olacaq. 8 kök altında 2 bölünsün 7. Sonra 24-cü sualda. Bizə deyir ki, A çoxluğun elementləri x. Deyir ki, NA bərabərdir. NA bərabərdir NB-yə. Yəni, x plus 6 bərabərdir 3x minus 2-yə. Bunu demək istəyir bizə.
Bu o deməkdir ki, 2x bərabərdir, mənfi 2x bərabərdir. 6 da sağa keçib çıxılsa, olacaq mənfi 8. X bərabərdir, müsbət 4. X-imiz müsbət 4-dürsə, kəsişməni də 4 verib bizə. Hə, onda NA bərabərdir, X-imiz 4-dür də. 4 üstə gəl 6 bərabərdir 10-a. Deməli, NB-miz də 10-dur. Çünki deyir, bir-birinə bərabərdir. Gəlin, Euler Venn diaqramı quraq. Kəsişməni bizə 4 verib, düzdürmü? Bəli. 4'dür. Bu A çoxluğu olsun, bu B çoxluğu olsun. Deməli, hər ikisində 10 element var. 4'ü kəsişməyə düşübsə, onda A minus B 6'dır, burada 6. A birləşir B-ni deyirsə, A birləşir B. Bütün toplayırıq bunları. 6 üstə gəl 4, üstə gəl 6. Bərabərdir 16. Cavab 16 olacaq. Sonra 25-ci sualda boş hovuzu bir boru 4 saata doldurur. Deməli, 1/4 olacaq. İkinci boru ise 5 saata doldurur. Doldurur deyirsə üstə gəl. 1/5 bərabərdir. Olacaq 1 bölünsün x. İndi deyir hər iki boru. Yox. Hovuz boş olduqda hər iki boru eyni vaxtda qoşular. Hər ikisi 2 saata. Deməli bu cəmi mən vurmalıyam 2-yə. Hesablayaq. 2 vurulsun. Məxrəcin mötərizənin neçə olacaq? 20-də 9 bərabərdir 1 bölünsün x. 20 ilə 2 ixtisar gedir 10. 1 bölünsün x bərabərdir 9 bölünsün 10, yəni 0,9. İndi deyir ki, hansı hissəsi dolar? 0,9 hissəsi dolar, amma boş qalarsa, boş hissə isə 0,1 olar. Bizdə dolar dediyinə görə 0,9 olacaq. Sınaq 3 bura qədər. İndi keçək sınaq 4-ün izahına. Yaxınlaşdıraq sualları. Deməli, birinci sualımız x böl y bərabərdir 2 böl 3 demək. Yəni bu deməkdir ki, x 2k'dır, y də 3k deməkdir. Gətirib qoyuram yerinə 3 vurulsun 2k, üstə gəl 2 vurulsun 3k bərabərdir 120. 6k 6k 12k bərabərdir 120, k da bərabərdir 10'a. Deyir 3x minus y tap deyir. Yəni 3 vurulsun x-imiz nə idi? 2k minus y-imiz 3k bərabərdir. 6k çıx 3k eləyəcək. Bu da 3'ü də vursam 10'a bərabərdir 30. Cavab C variantı. Sonra ikinci sualda deyir ki 140 ədədin müxtəlif sadə vuruqlarının sayını tap. 140'ı vuruqlarına ayırsaq 8 vur 5 deməkdir. 8'də 2 üstü 3'dür və vur 5 deməkdir. Müxtəlif dediyinə görə bu əsasları götürürük. 2 dənə müxtəlif sadə vuruq var. Cavab A variantı. Üçüncü sualda bizə M çoxluğunu verib. M, K, T, S, V. Və N çoxluğunu verib K, T, V. İndi bunların kəsişməsini istəyir. M kəsişir M, kəsişir. M kəsişir. M kəsişir N bərabərdir. Hər ikisində N olanlar T var, başqa K var, başqa nə var? V var hər ikisində. Elə olacaq elə N çoxluğu da. Yəni 3 dənə elementi var. Cavab C variantı. Dördüncü sualda 3 bölünsün N kəsiri sonlu onluq kəsir olarsa aşağıdakilərdən hansı ola bilər? Sonlu onluq kəsir olması üçün məxrəc ya 2 üstü N olmalıdır, ya 5 üstü N olmalıdır, ya 10 üstü N. Yəni ya 2'nin vuruqları, ya 5'in, ya 10'un. Onun ötürü N'in vuruqlarından biri mütləq 3 olmalıdır. Burada 3 vurulsun, tutaq ki N'in vuruqlarını yazıram 3 vurulsun K. K burada isə başqa bir ədəd olmalı deyil. Ya 2, ya 5, ya 10 vuruqları olmalıdır. İndi gəlin baxaq da A variantına bir dənə baxaq. Buradan bir dənə yazım səliqəylə. A variantının N'in yerinə 6 qoyuram. 3 bölünsün 6. İxtisar gedir 2'də 1. Görürsünüz 2'nin vuruğudur yalnız. Bu onluq kəsir şəklində olar. Olar deyir. Hə, ola bilər deyir də. Vəssalam A variantıdır. İndi N'in yerinə 9 qoysaq, tutaq ki, onda olacaq 3 böl 9, 3'də 1. Bu olmaz. Sonra C variantında N'in yerinə 18. 3 böl 18 qoyuram. Yenə ixtisar gedir 1 böl 6. 6'da da 3 vur 2 vuruğu var. Yəni 3 vuruq var. Ona görə bu olmaz. Elə bir dənə bizdə cavab A variantı olacaq. Cavab A. 5-ci sualdır. Deyir kvadratın tərəfini 20% artırsaq. Kvadrat çəkirik bir dənə. Tərəf 20% artanda A qoyuram. A bərabərdir 100 plus 20 bərabərdir 120% olacaq. Sahəsi neçə faiz artar? S bərabərdir A kvadratı. Yəni 120'nin kvadratı. Bu da eləyəcək 12'nin kvadratı 144'dür. Yanına da 2 sıfır gəlir. Yəni 14.400. 14.400'ü bölürəm 100'ə. Eləyər 144 faiz olar. Neçə faiz artır? Ümumi 100% idi. Deməli 144'dən də 100'ü çıxıram. Olur 44% artar. 44%. Cavab D bəndi. 6-cı sualda diaqrama əsasən vuruqları verilmişdir.
Bizdən istəyir ki, əkub fərqini tapın. Hə. Euler-Venn diaqramında əbo bu ədədlərin ortaq olanları, yəni kəsişməsi. Bura 7, 2, 3, 5, 11 olsun. İndi bunların əkobu, A, B qoyum. A, B bərabərdir. Buranı götürürəm ümumi. Yəni 2 vur, 3 vur, 5 vur, 7 və ortaq olmayan B-ni götürürəm. Vur 11. Və ya belə götürəcəm. 7 vur 11 və bunların hasili. Bu da vursaq eləyəcək ki 2330. Keçdik. Bunların əbobu isə əbobu A, B 7-dir. Ortaq olan 7. İndi mən 2300 bir dəqiqə bunu mən bu 30 yox, üzr istəyirəm. 2310 eləyəcək. 10. Burada yanlışlıq olmasın. Yəni 2310-dan çıxıram 7-ni. Bu da eləyəcək 2303. Cavab 2303 A variantı. Sonra 7-ci sualda B minus A çoxluğunu tapın. Bu deməkdir ki, bu tamamlayıcı çoxluqdur. Yəni A çoxluğundan çıxıram B çoxluğunu deməkdir. A çoxluğundan B çoxluğunu çıxanda da eyni olan elementləri silirik. Bax, yazın bura. A çoxluğunun elementləri nədir? 1, 3, 5, 7, 9. B-nin, bu belə olmalıdır. B-nin elementləri nədir? 3, 5, 7. İndi elə onları silək. 3, 3, 3, 5, 7-sidir. Qaldı nə? 1 və 9. Neçə element deyir? Element sayını deyir. Hə, A variantı. 2 dənə element. Keçək 8-ci suala. Deməli, 8-ci sualda deyir, 3/1-dən böyük və məxrəci 6 olan düzgün kəsrlərin cəmini tapın. Deməli, bir kəsri seçək. Tutaq ki, surətini bir x qəbul edək. Məxrəci də deyir 6-dır. Bu 3/1-dən böyük olmalıdır. Bunu demək istəyir. Bunu da tapsaq 3x böyükdür 6-dan, x də böyükdür 2-dən. Yəni məxrəci 6 olmalıdır. Surət isə 6-dan böyük ədədlər olmalıdır. Amma bizə düzgün kəsir deyir. Yəni burada 6 olmayacaq. Onda olacaq 6-da 3, üstə gəl 6-da 4, üstə gəl 6-da 5. Bu 3 dənə olacaq da. O da eləyəcək 6-da 7, 12. Bərabərdir 2. Bizdən nəyi soruşur? Hə, cəmini istəyir. Cavab 2, A bəndi. 9-cu sualda 24 fəhlə işi 5 günə yerinə yetirir. Gün. Və 15 fəhlə isə bu işi neçə günə yerinə yetirir? X gün qoyaq. X gün. Bunlar tərs mütənasibdir. Çünki adam sayı çox olduqca iş daha tez yerinə yetirilir. Adam sayı azaldıqca iş daha gec olacaq. O tərs mütənasib kəmiyyətlər nə edir? Qarşı-qarşıya vurulur. Yəni 15x bərabərdir 24 vurulsun 5. Yəni 15x bərabərdir 120, x də bərabərdir 8. Cavab B variantı. 10-cu sualda hansı ədədi 8-ə böldükdə natamam qismətdə 6, qalıqda 4 alınır? Tutaq ki, ədədimiz A-dır. Bölürəm 8-ə, bərabərdir 6, qalıqda 4 alınır. Biz bölünəni tapmaq üçün böləni qismətə vururuq. Yəni 8 vur 6, üstə gəl qalıq. Eləyəcək 48, üstə gəl 4, 52. Cavab A variantı. 11-ci sualda bizdən nə deyir? NA minus NB fərqini istəyir. Bu A çoxluğu olsun, bu da B çoxluğu. Bura 1, 3, 5, burada 7, 2, 4 və 6. N, A minus B, bax buradır. Bu hissə 3 elementi var. N, B minus A isə bu hissədir. Onun da 1 elementi var. 3 minus 1 bərabərdir. Cəmini istəyir, üzr istəyirəm. 3 plus 1 bərabərdir 4. Cavab D bəndi. 12-ci sualda deyir ki, kəsirlərin düzgün olmayanlarının hasilini tap. Düzgün olmayan kəsirlər nədir? Surət məxrəcdən böyük olmalıdır. Onda düzgün olmayan 2-də 3 var. Vur 3-də 5 var. Başqa yoxdur. Bunların hasilini istəyir. 3-lər ixtisar gedir. 5-i 2-yə bölsə 2 tam onda 5. Cavab C bəndi. 13-cü sualda hansı ədədin 30% artırsaq 195 alınır? Tutaq ki, ədədimiz bir A-dır. Bunu 30% artırmaq üçün A-nı vururam 130-a, bölürəm 100-ə. Bərabərdir 195. Burada bunlar 100-lər ixtisar gedəcək. Daha doğrusu 10-dan 3. Qalacaq ki 13A bərabərdir 195 vurulsun 10. 195-i də 13-ə bölsək, yazıram A bərabərdir. Bir dəfə 65-də də 13 5 dəfə olacaq. 15 eləyəcək. Yəni 15 vurulsun 10 bərabərdir 150. Cavab D bəndi. Sonra 14-cü sualda əbob 3n və 4n 5-ə bərabərdir. Bu o deməkdir ki, burada ikisində ortaq olan element n-dir. N bərabərdir 5 deməkdir. İndi bizə deyir ki, əkob
2n və 3n tap. Buradan n-i ortaq vuruq kimi çıxardıram. N vurulsun əkob 2 və 3. Bunlar necə ədədlərdir? Qarşılıqlı sadə ədədlər. Yəni onların əkobu onların hasilidir. 2 vur 3. Qabaqda da bir n vuru var. Yəni n vur 2 vur 3. Yəni 6n. N-imizdə 5-dir də. 6 vurulsun 5 bərabərdir 30. Cavab 30 A bəndi. 15-ci sualda A elementi 12 dənədir, birləşməlidir deyir. Bizim bir düsturumuz var. A birləşir B, NA birləşir B bərabərdir. NA üstə gəl NB çıxılsın N, A kəsişir B. Belə bir düsturumuz var. Gəlin belə bunu Eyler-Venn diaqramda eləyək, daha rahat olar deyə düşünürəm. Bunu ya da belə yaza bilərik. Heç nə, baxın, bunun yerinə, bu birləşmənin yerinə mən yaza bilərəm ki, NA-nın elementini verib 12, üstə gəl, NB-nin elementini verib 8, çıxılsın, N, A kəsişir B. Bunu verib. İndi verilənin yerinə, yəni 20, üstə çıx, N, A kəsişir B, bölünsün, N, A kəsişir B, bərabərdir 4-ə. Biz elementə görə, bax, birləşmənin yerinə bunu yazdım. Bunu 20 minus N, A kəsişir B yazaraq. Və bizə bölünsün, kəsişir B. İndi çarpaz tapsaq, 4 vurulsun N, A kəsişir B, bərabərdir 20 minus N, A kəsişir B eləyəcək. Kəsişməni biz sağa keçirsək, olacaq 5, N, A kəsişir B, bərabərdir 20-yə. N, A kəsişir B də bərabərdir 5-ə bölsək 4. Bizdən nəysə, birləşməni soruşur. İndi gətirib birləşməni də burada yerinə qoysaq, baxın bu ifadədə yerinə qoysaq, tapa bilərik. N, A birləşir B bərabərdir. N, A, üstə gəl N, B, çıxılsın N, A kəsişir B. A-nın elementləri 12, B-nin elementləri 8, kəsişməni də tapdıq 4. Bərabərdir 16. Cavab 16 B variantı. Sonra 16-cı sualda tam hissəsini tapın. 2 kök altında 7. Bunların mütləq tam hissəsini tapmaq üçün kökün altına salmalıyıq vuruğu. Deməli, 2-ni kök altında 7-nin kök altına salsaq, olacaq 2 kvadratı 4, 4 vur 7, 28. Bundan da tam hissə çıxacaq 5. Yəni, təxminən 5 çıxır. 5 tam nə qədərsə. Cavab D variantı. 17-ci sualda yenə bizə, baxın düstur, bayaqki düsturdan istifadə edəcəm. A birləşir B bərabərdir. NA üstə gəl NB çıxılsın N, A kəsişir B. Bərabərdir. Birləşmənin A elementi 12 dənə, B-ni 8 dənə verib, çıxıram kəsişməni də 2 verib. Bu da eləyəcək 18. Cavab C bəndi. Sonra 18-ci sualda aşağıdakı hansı sonluq kəsr şəklini göstərmək olar? Sonluq kəsr şəklində ya 2 üstü N olmalıdır, ya 5 üstü N olmalıdır, ya da 10 üstü N olmalıdır. Məxrəc. Məxrəc bunlardan biri olmalı. Bunların vuruqlarından biri olmalıdır. Burada deyilsə 1 bölünsün 5. Yəni cavab C variantı olacaq. 19-cu sualda bizə deyir 4 A bərabərdir. 4 vurulsun 10-un kubu. Üstə gəl. 6 vurulsun 10 üstü 4. Standart şəklə yazılışına qiymətli hissəni tap. Mən birinci. Bu 6 vur 10 üstü 4-ü 10 üstü 3 qüvvət şəklində yazacağım. 4 vurulsun 10 üstü 3. Üstə gəl. Buradan bir onluğu verirəm 6-ya. 60 vurulsun 10 üstü 3 eləyəcək. Buradan 10 üstü 3-ü mötərizə xaricinə çıxardıram. 4 üstə gəl 60. Bərabərdir 64 vurulsun 10 üstü 3. Və biz bilirik ki, qiymətli hissə 1 ilə 10 aralığında olmalıdır. Amma 10 daxil deyil. Deməli, mən buradan bir onluğu verirəm. 64-dən bir onluğu verirsəm 6,4 10 üstü 3 eləyəcək. Bizdən nəyi soruşur? Qiymətli hissəni, yəni A bərabərdir 6,4 olacaq. Cavab D bəndi. 19-20-ci sual. Bizim bir düsturumuz var idi. NA birləşir B bərabərdir. NA minus B. Üstə gəl NB B minus A. Üstə gəl NA kəsişir B. Bərabərdir. Baxın bizə verib A minus B 6-dır. B minus A 4-dür. Kəsişmə də 2. Cavab 12. A bəndi. Bunu Eyler-Venn diaqramına da yaza bilərik. Gəlin belə də həll eləyə. Bax, bu birinci yoldur. Birinci yol. Düstur yolu. Və Eyler-Venn diaqramında yazsaq ikinci yol. Bu A elementidir, bu B. Kəsişməyə 2 element düşür. A minus B buradır. Bura 6, B minus A da buradır. Burada 4. Görürsünüz, birləşməni tapmaq üçün 6 üstə gəl 2, üstə gəl 4 olmalıdır. Bu da yenə 12 eləyəcək cavab. Sonra 21-ci sualda
A bərabərdir 0,37-ni mən 0,370 yazırım. B bərabərdir 0,337. C bərabərdir 0,373. İndi tam hissələr hamısında eynidir. Biz kəsr hissələri müqayisə edirik. Kəsr hissələrdən hansı ən böyüksə odur. Deməli C böyükdür. Sonra A'dan, C böyükdür A'dan, o da böyükdür B'dən. Ya da belə deyək də B kiçikdir A kiçikdir C. B variantı bu şəkildə verib bizə. 22-ci sualda deməli əbob 128 192. Bunların əbobunu qabağa, yəni hər ikisinin ortaq vurğu olacaq 128 3-ə vursaq, 64 olacaq. 64 vur əbob 128 64-ə bölsək 2, 192-ni 64-ə bölsək 3 eləyəcək. Bunların da qarşılıqlı sadə ədədlərdir. Çünki ardıcıl ədədlərdir. Əbobu 1-dir. Yəni 64 vurulsun 1 bərabərdir 64. Cavab 64 olacaq. A variantı. Sonra belə yazaq. 23-cü sualda əkob vur AB 150 B'dir. Əkobla əbobun hasili, əkob və əbobun hasili onların hasilinə bərabərdir. Yəni bu deməkdir ki 10A bərabərdir 15B'yə. 5 ixtisar getsə 2A bərabərdir 3B olacaq. Bu deməkdir ki A'mız 3K'dır, B'miz də 2K'dır. Sonra bizə nə deyir? Bunların ortaq olmayan sadə vuruqlarının hasilini tap. Hər ikisində ortaq olmayan sadə vuruq birində 2-dir, birində 3-dür. Deməli bunların C'si, C bərabərdir 2 vurulsun 3, o da bərabərdir 6 olacaq. Cavab 6 olacaq. Sonra 24-cü sualda birləşməni 15 vurub cəmini tapın deyir. Gəlin birinci Euler-Venn diaqramı ilə də gedə bilərik əslində. Bunu düsturla da gedə bilərik. A, B. Kəsişməyə bir Y deyirəm. Düsturumuza əsasən, onda bura olacaq, yaxşı, Euler-Venn diaqramı, bura olacaq 8 minus Y. Bura olacaq isə 10 minus Y, 10 minus Y. Birləşmə deyəndə bunların hamısının cəmi, yəni 8 minus Y, üstə gəl Y, üstə gəl 10 minus Y bərabərdir 15 deməkdir. Bu Y-lər islah gedir. 8-in üstünə bu eləyəcək 18 çıxılsın Y bərabərdir 15, Y də bərabərdir 3. Yəni kəsişməmiz 3-dür. Onda bu hissə olacaq 5, bu hissə olacaq. Ondan 3 7. İndi nə deyir? Bizə yəni A, N, A minus B'miz oldu. Bax bu 5 bura. 5. N, B minus A'mız oldu. Bu hissə 7. Bizə deyir ki, bunların cəmini tap. Bunu da toplasaq 5 plus 7 bərabərdir 12. Cavab 12 olacaq. Ən son 25-ci sual. Deyir ki, Elvinin 80 manatda aldığı köynəyi 45% gəlirlə satmağa planlaşdırır. 45% gəlirlə. Deməli 100 üstə gəl 45 bərabərdir 145. Bu demək istəyir ki, Elvin 80 manata aldığı manatı köynəyi tutaq 145% gəlirlə satır. Burada ixtisar getsə 20 ixtisar getsə 5, burada da 4 qalacaq. Və bununla da bu da 5-i ixtisar getsə 2, 9. Yəni 4 vurulsun 29, o da bərabərdir 116. Yəni 80 manata aldığı köynəyi 116 manata satmalı idi. Amma deyir, o bu köynəyi sata bilmədiyinə görə satışa 30% endirim elədi. 100 çıxılsın 30 bərabərdir 70%. Yəni 116 manata satmaq istəyirdi, amma sata bilmədi, 30% endirim elədi. Yəni 116-ın 70%-ni tapırıq. İxtisar getsə 10-a, burada 10, burada 7 qalır. Bunda nəyə ixtisar gedər? 2 ixtisar gedə bilər, düzdürmü? Məxrəcdə 5 qalacaq, surətdə 5, 58. Yəni 58 vurulsun 7 bölünsün 5. Bu da eləyəcək 81,2. İndi köynənin ilkin qiyməti nə idi? 80 manat. Sonraki qiyməti nədir? 81,2. Yəni bu qiymətə satmalı idi, amma 81,2 manata satdı. Deməli, neçə faiz gəlir əldə etdi? Qiymət oldu 81, yəni bu qiymət necə deyim? Bu qiymətdən bu qiymətə qalxdı 81,2 çıxılsın 80, bölünsün 80, dadən düsturu vurulsun 100%. Yuxarıda eləyəcək 1,2 bölünsün. 80-lə də 100 ixtisar getsə burada 4 qalacaq, burada da 5 qalacaq. Böl 4, surətdə 5-ə vurulur. Yəni 1,2-ni 5-ə vursaq 6, böl 4. Bu da eləyəcək 1,5%. Nəyi soruşur? Elmimizdə neçə faiz gəlir əldə etdi? Cavab 1,5%. Bu qədər dəyərli şagirdlər, sınaqları izah etdim sizə. Təşəkkür edirəm.